Möhtərəm müsəlmanlar, yeni ili qeyd etmək xristianlara bənzəməkdir. Muhammed Peyğəmbər, Allahın ona salavatı və salamı olsun, buyurub ki, kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır. Başqa bir hədisdə buyurur, sizdən öncəkilərin yollarını qarış-qarış, arşın-arşın izləyəcəksiniz. Əgər onlar kərtənkələ yuvasına girsələr, siz də onların arxasına düşəcəksiniz. Səhabələr dedilər, ey Allahın elçisi, Yahudi və xristianları mı qəsd edirsən? Dedi, bəli, başqa kim ola bilər? Yeni ili qeyd etmək onları dost tutmaqdır. Bu cür bayramlardan uzaq olmaq şəriətin əmridir. Çünki onların bayramlarını qeyd etmək, onları dost tutmaq, onlara bənzəməkdən sayılır. İslam şəriəti isə bizə bunu qadağan edir. Çünki yeni il bayramı sadəcə bir bayram deyil, dini mahiyyəti olan bir bayramdır ki, belə bayramları qeyd etmək müsəlmanlara icazəli deyil. Müsəlmanlar hər şeyə qadağa demirlər. Allah nəyi qadağan edibsə, onu qadağan edirlər.